Changing interrogative sentences into the passive voice. Sual cümlələrini məchul növə çevrilməsi. Sual cümlələrini məchul növə çevirmək üçün əvvəlcə sual cümlələrinin quruluşunu bilmək lazımdır. Sual cümlələrinin quruluşu necə idi? Köməkçi feili mübtədanın önünə qoyaraq sual cümlələrimizi yaradırdıq. Köməkçi feil deyəndə nəyi nəzərdə tuturuq? İndiki zamanda do, does, keçmiş zamanda did, davam edici zaman formalarında və ya to be feilinin əmizar kimi, was were kimi istifadə olunduğu cümlələrdə əmizar, was were, shall will, should would, have, has, had əgər özündən sonra participle to formalı feil varsa, bütün modal feillər have to modal feilinə çıxmaq şərti ilə. Bunlar hamısı köməkçi feil rolunu oynayır. Yəni, nə edir? Mübtəda önündə durur, ümumi sual cümləsi yaradır. Bizim xüsusi suallarımız necə olur? Xüsusi suallarımızı iki düsturla ifadə edirik. Mübtədaya verdiyimiz xüsusi suallar, digər cümlə üzvlərinə verdiyimiz xüsusi suallar. Mübtədaya sual verərkən nə edirik? Mübtədanın sualını yazırıq və birbaşa yanında xəbər istifadə edirik. Olur bu mübtədanın sualı, yəni burada heç bir köməkçi feilə ehtiyacımız yoxdur. Digər cümlə üzvlərinə sual verərkən isə burada who, by qeyd eləmişəm və digər sözünlər də ola bilər təbii ki. Who by olduqda artıq who-nu mübtəda sualı kimi düşünmürük. Ya tamamlıq sual da ola bilər. Who və what həmçinin tamamlıq sual da ola bilər. Və digərləri by whom, when, where və digər 3 nöqtələrdə davam etmişik ki, bütün sual əvəzliklərini burada istifadə edə bilərik. Sual əvəzliyindən sonra mütləq şəkildə köməkçi feilimiz gəlməlidir. Yəni, bayaq sadaladıqlarımız am, are, was, were, do, does, did, have, has, had, will, shall, modal feillər have to xaric. Bundan sonra isə mübtəda və xəbər istifadə olunmalıdır. Bu iki quruluşu yadımızda saxlayaraq sual cümlələrini məchul növə çevirməyə çalışaq. Birinci sual cümləmizə nəzər salırıq. When did Norman publish his first book? Sual cümlələrində məchul növə çevirərkən yenə məlum nəqli cümlədə olduğunu edirik. Yəni, mübtəda xəbərini ayırıq. Norman mübtəda, publish xəbər. His first book, bu da tamamlıq. Burada didi gördük. Didi görən kimi cümləmizin keçmiş sadə zamanda olduğunu bildik. When-i qeyd elədik yerinə. Did görmüşüksə bunu was were ilə əvəzləyəcəyik mütləq şəkildə. His first book cümləmizin mübtədasıdır. Təkdə olduğuna görə was qoyduq. Köməkçi feil olaraq published feili də published participle to formasında istifadə olundu. Why did the bees attack the bear? Why qalacaq yerində. Didi görən kimi düşünəcəyik ki, cümləmiz keçmiş zamandadır. Bizə was were lazımdır. The bees artıq mübtəda ola bilməz. Çünki the bees məlum növ cümləmizin mübtədası idi. Mübtəda yerinə the beyə gələcək. The beyə təkdə olduğuna görə was köməkçi feilindən istifadə etmişik. Yanında da xəbərini istifadə etdik. By the bees. Bəli, bu qaydada istifadə oluna bilər. Amma burada mübtəda yerində the bees istifadə oluna bilməz. How much will you pay him? Cümləsinə diqqət eləyirik. Will gördük, will be deyə əvəzləməyi düşünəcəyik. How much will be? Will be-ni əvəzlədikdə be əlbəttə ki, burada olmayacaq. Will keçir cümlənin önünə bilirik ki, be qalır yerində. Him mübtəda olaraq he-yə çevrilib, be paid-də tamamlıq olaraq istifadə olunub. Gəldik əsas məsələ, mübtəda sual cümlələrinin məchul növə çevrilməsi. Bu zaman nəyə diqqət eləyəcəyik? Baxırıq ki, who cümləmizin mübtədası waters xəbəridir. Mübtəda olanda nə edirdik? Birbaşa yanında xəbər istifadə olunurdu. The flowers isə tamamlığıdır. Bu qaydada düşünə bilərik. Who və ya by whom olaraq istifadə edəcəyik. Who qoymuşuqsa sonunda by sözünü görməliyik. By whom və yaxud da cümlə önündə bu qaydada başlamalıdır. Watersə baxdıq ki, cümlə indiki sadə zamandadır. Deməli, bizə am, is, are lazımdır. Are qeyd elədik burada. Flowers məlum növ cümləmizdə tamamlıq idi. Gəldi məchul növdə mübtədaya, waterdə qaldı yerində. Elə buradakı tipi yerinə yetirsək, who-dan sonra köməkçi feil qoyaraq mübtəda və xəbər etsək doğru alınır. Yadımızda saxlayırıq. Who, məsələn, deyək ki, is, waters deyə bir cümlə gəlsə, bunu yanlış hesab eləyəcəyik. Çünki köməkçi feillə əsas mənalı feil yanaşı gəlib. Köməkçi feillə əsas mənalı feil ayrılmalı. Araya waters sözü girməli idi. Who has typed these letters? Who mübtədamız, has typed xəbərimiz. Deməli, nə edəcəyik? Has typed ayrılacaq bir-birindən. Been əlavə edərək, daha doğrusu mübtəda qoyub, sonra been əlavə edəcəyik. Aşağıda baxırıq. Yenə də who, by və ya by whom demişik. Has-i keçirtdik
mübtədanın önünə these letters mübtəda rolunu oynadı. Being typed deyə istifadə etdik. Who painted the stunning pictures? Painted görən kimi cümləmiz keçmiş zamanda olduğunu bildik. Who qaldı yerində. Was və ya were-dən bunlardan birini götürdük. These stunning pictures. Bunu etdik mübtədamız və xəbərimizi də götürüb keçirtdik mübtədanın sonuna. Who by, by-ni yazmamışıq, buradan yazaq. Who by və ya by whom was this stunning picture painted? Bu qaydada cümləmizi məchul növə çevirmiş olduq.